çox İraq tuturlar ki, şiələr Quranın təhrif olunduğuna inanır. Şeyx Səduk bizim ən məşhur alimimizdir. Hicri qəməri tarixi ilə 4-cü əsrdə yaşayıb. İ'tiqaduna, bizim etiqadımız budur ki, ennel Qur'anəl-ləzi ənzələhullahu Teala alə nəbiyyi Muhammed sallallahu aleyhi və səlləm. Deyir, bizim etiqadımız budur ki, Allah təbarək və Teala ki, Həzrət Peyğəmbərə Quranı nazil edib, həmən Quran bu Qurandır. Və mən nəsəbə iləyna. Hər kəs bizə nisbət verirsə, ənna nəqulu innehu əktər min zalik, ki, Quran bundan çox idi, bunu heç kəs qəbul etmir. Şiələrin ayrıca bir Quranı var. Quran kəmdə olmayan ayələri orada deyirlər. Adını da qoyurlar Müshəf, Fatimənin Müshəfi. Quranın da adlarından bir Müshəfdir. Və Fatimə salam əleyhə əlində olan kitab ayrıca bir kitabdır. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Ki, Quran bundan çox idi, bunu heç kəs qəbul etmir. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Miqdarı səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. İndi o kitab kimdədir? Əqidəmiz budur və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir.